Salam, xoş gördük sizləri. Bizim bugünkü mövzumuz təbii ehtiyatlar haqqında olacaq. Təbii ehtiyat nədir? Birinci növbədə ona baxaq. Təbii ehtiyatlar insanların təsərrüfat fəaliyyəti zamanı istifadə etdiyi təbii sərvətlərdir. Bunların bir qismi birbaşa istifadə olunur, bir qismi isə müəyyən bir emal prosesi getdikdən sonra istifadə edilə bilər. Təbii ehtiyatları qruplaşdırarkən iki qrupa ayıra bilərik. Tükənən və tükənməyən təbii ehtiyatlar olaraq. Tükənməyən təbii ehtiyatlar dedikdə nə qədər istifadə etsək də o bitmir, sonu yoxdur. Buna tükənməyən. Amma tükənərsə müəyyən müddətdən sonra bitə bilər. Buna tükənən ehtiyatlar deyilir. Tükənməyən ehtiyatlara aid günəş enerjisi, külək, geotermal, qabarma, çəkilmə enerjisi və hal-hazırda da bunlardan enerji alınmasında istifadə olunur ki, alternativ enerji mənbələri adlanır. Tükənən ehtiyatlar özləri də iki qrupa bölünür. Tükənən bərpa olunan və tükənən bərpa olunmayan ehtiyatlar. Hava ehtiyatı, su, torpaq, bitki və heyvanat aləmi tükənir, lakin müəyyən müddət keçdikdən sonra yenidən bərpa etmək mümkündür. Ona görə bərpa olunan ehtiyatdır. Və faydalı qazıntılar var ki, bunlar isə tükənən bərpa olunmayan qrupa aiddir. Yəni bunlar tükəndikdən sonra yataqda istismarı bitdikdən sonra yenidən ora faydalı qazıntı yığılmır. İnsanların sayı artdıqca, durmadan artdıqca insanların təbiətə təsiri də güclüdür və mineral ehtiyatlardan da daha çox istifadə olunur. Nəticədə mineral ehtiyatların çatışmazlığı hiss olunur və bunun qarşısını almaq üçün mineral ehtiyatlardan səmərəli istifadə etməliyik. E, Mineral ehtiyatlardan səmərəli istifadə yolları kimi yataqda olan ehtiyatın tam hasil olması, yəni qalıb o birisi yatağa keçmək doğru deyil. Tərkibində filiz olan tullantılardan təkrar istifadə, yəni dəmir filizin müəyyən bir hissəsini istifadə etdik, qalan atıqlar digər bir emal sahəsində müəyyən bir rol oynaya bilər. Ona görə tərkibində filiz olan tullantılar yığılmalıdır və təkrar emaldan keçməlidir. Yenidən nəsə düzəltmək olar ondan. Daha sonra filiz tərkibi kəsb olan suxurların emala cəlb olunması. Biz əsasən filiz tərkibi zəngin olan suxurları istifadə edirik ki, nəsə daha çox emal prosesində daha çox faydalı qazıntı əldə edək. Amma filiz tərkibi kəsb olan elementləri də istifadə etməliyik ki, yataqda olan ehtiyatlar tam hasil olunsun. Və dördüncü xammaldan kompleks istifadə mənim üçün lazım olmayan hissə digər sahə üçün yararlı ola bilər. Buna görə xammaldan kompleks şəkildə istifadə etməliyik. Onun qırıntıları belə istifadə olunmalıdır. Bir də var potensial ehtiyat anlayışı. Potensial ehtiyat nədir? Hazırki şəraitdə istifadə edilməsi mümkün olmayan, lakin ehtiyatları müəyyən edilmiş təbii sərvətlər. Tamam, ehtiyatı müəyyən olunur ki, 1 trilyon kubmetr qaz var burada, amma onun istifadəsi əlverişsizdir. Oranı qazıb çıxara bilmirlər və yaxud da neftdir. Ehtiyatı müəyyən olunub, amma istifadəsi mümkün hələ ki deyil. Mümkün deyə sadəcə hələ ki onlara sərf eləmir. Başqa yerdə yataqları var, oradan daha yaxşı, rahat şəkildə gəlir əldə edirlər. Bu da gələcək üçün qalıb. Buna deyirlər potensial ehtiyatlar. Ölkələrin təbii ehtiyatlara təminatı müəyyən etmək üçün onların neçə ilə çatacağını və adam başına əhalinin hər nəfərə düşən ehtiyatın miqdarını bilmək lazımdır. Təbii ehtiyatların neçə ilə təmin olunmasını bilmək üçün ehtiyatın ümumi həcmini il ərzində hasil olunan miqdarına bölməliyik. Yəni ümumi ehtiyat nə qədərdir? Və onun illik nə qədər hasil olunur həmin ehtiyatdan? Bir-birinə böləndə neçə ilə çatacağı müəyyən olunur. Bir də əhalinin hər nəfərinə düşən ehtiyatlı təminatdır. Ümumi ehtiyatın miqdarını əhalinin sayına bölməklə hər nəfərə düşən ehtiyatın həcmini tapmış olarıq. Bu günləri isə əsas təbii ehtiyatlarda tükənən və bərpa olunmayan ehtiyatlardan danışacağıq. Bu ehtiyatımız neftdir. Neftin işarəsi də belə uzunluğuna üçbucaqdır, içərisi qara rəngdə. Var neft hövzələri deyəndə nə başa düşürük? Misal üçün deyirik əsas neft hövzələri. Yenə onun ətrafından neft çıxarılır. Misal üçün Meksika körfəzidir, neft hövzəsidir. Xəzər dənizi neft hövzəsi, İran körfəzinin neft hövzəsi, Şimal dənizi neft hövzəsi, daha sonra Qvineya körfəzi neft hövzəsi. Bunlara ətrafında neft varsa buna neft hövzəsi deyirik. Bir də var neft ixracatçıları, hasilatçıları və idxalatçıları. Neft hasilatçıları deyəndə ölkəsində neft var, hasil edir, çıxarır, özünü neftlə təmin edir. Tamam, əsas neft hasilatçılarından sözü ABŞ-ı göstərə bilərik. Rusiyada neft ehtiyatı, Ərəbistan yarımada ölkələri Ərəbistandır, Qətərdir. Sonra Nigeriyanı göstərə bilərik, Venesuelanı göstərə bilərik. Qazaxıstanda Xəzər dənizi hövzəsində neft ehtiyatlarını göstərə bilərik. Nigeriyanı göstərə bilərik. Endoneziyanı göstərə bilərik. Bu şəkildə. Nefti var, çıxarır. Bu oldu neft hasilatçıları. Yəni çıxarır, özünü neftlə təmin edir. Var neft ixracatçıları. İxracatçısı nədir? Neftim var, öz ölkəmi təmin elədim.
artığım da qaldı, başqa ölkələrdə satıram. Buna deyirlər neft ixracatçıları. Ə, bir saniyə, aha, ay, yazda getdim. Ə, Hasilatçıları izah elədim. Hasilatçı nədir? Neftim var, çıxarıram, özümü təmin edirəm. İxracatçı, neftim var, özümü təmin edirəm, artığımda qalır satıram. Neft ixracatçıları kimlərdir? Əsasən Səudiyyə Ərəbistandır, Qətərdir, Birləşmiş Ərəb Əmirlikləridir, Afrikada Nigeriyadır, Əlcəzairdir, daha sonra Liviyadır burdan, sonra İndoneziyadır, Rusiyadır, Qazaxıstandır, Kanadadır. Sonra Meksikadır, Venezueladır qismən də olsa çıxarırlar. Bunlar neft ixracatçılardır, başqalarını da təmin eləyirlər. ABŞ həm neft ixracatçısıdır, həm hasilatçısıdır, həm də idxalçısıdır. İdxalçı nədir? Kənardan neftin alınması. ABŞ-da neft ehtiyatı var, çıxarıb özünü təmin edə bilər. Amma eləmir. Öz ehtiyatını gələcəyə saxlayır, hal-hazırda kənardan alır, ə, yəni nefti idxal eləyir, büdcəsini təmin etmək üçün. Amma müəyyən hissələr var ki, orada da neft çoxdur, oradan da ixrac edir. Misal üçün, ə, bu hissəsində ABŞ-ın neft ehtiyatı azdır deyə buradan idxal eləyir, Qərbi Avropa ölkələrindən. Burada isə neft var deyə neft var deyə həm satışını eləyir, həm də yəni həm hasilatçısıdır, həm də ixracatçısıdır. E, Həm satışını eləyir, həm də özünü təmin eləyir. Biraz ABŞ-da belə əmmalıq var. Daha sonra neft ixracatçıları, idxalçıları kimdir? Nefti idxal edənlər əsasən neft ehtiyatı olmayan ölkələrdir. Daha çox inkişaf etmiş ölkələrdir. Qərbi Avropa ölkələri neft idxal edir. Çin neft idxal edir. Yaponiya neft idxal edir. Hindistan neft idxal eləyir. ABŞ-ın bu hissəsi, şərq hissəsi neft idxal eləyir. Bunlar neft idxal edən hissələrimizdir. Yəni kənardan nefti alanlardır. Daha sonra gəldik təbii qaz ehtiyatına. Təbii qazın şərti işarəsində belə uzunluğu üçbucaqdır. Neftə oxşayır, sadəcə içərisi hissəsi boşdur. Qazın əsas hasilatçıları ABŞ-dır, Rusiyadır, Çindir, İrandır, Hindistan, Bangladeş, Səudiyyə Ərəbistan, Qətər, Avstraliya, Argentina, Venezuela, Meksika, Kanada, Norveç, Böyük Britaniya, bunlar ABŞ əsas qaz hasilatçılarıdır. Bunlardan ən vacib hasilatçılar dediyimiz, yəni neft, qaz ehtiyatı olanlardan söhbət gedir. Digərlərini çoxun azdan çoxdan bilirik. Məsələn, ABŞ-dır, hər bir ehtiyatı var. Rusiyadır, Səudiyyə Ərəbistanıdır. Bunlar asandır. Burada biraz yadda qalmayanlar. Venezuelanın təbii qaz ehtiyatı var. Argentinanın təbii qaz ehtiyatı var. Avstraliya təbii qaz ehtiyatı var. Hindistan, Bangladeş təbii qaz ehtiyatı var. Malayziya, İndoneziya təbii qaz ehtiyatı var. Sonra buradan Əlcəzair təbii qaz ehtiyatı var deyirik və Meksika. Bunları daha çox yadda saxlamalıyıq. Təbii qaz hasilatçılarına görə. Və var qaz idxalçıları. İdxalçıları kənardan alanlardır. Alanlar da yenə inkişaf etmiş ölkələr. ABŞ-dır, Qərbi Avropa ölkələridir, Yaponiyadır. Görürük Yaponiya Avstraliyadan, İndoneziyadan neft gəlir, Ərəbistan yarımadasından gəlir. Qərbi Avropaya Rusiyadan neft gedir, Əlcəzairdən neft gedir. Həmçinin ABŞ həm neft hasilatçısıdır, həmçinin daha doğrusu qaz hasilatçısıdır, həmçinin qazı kənardan da yenə alır, çünki öz ehtiyatına qənaət edir. Həm Kanadadan, həm Meksikadan, həm də Qərbi Avropadan qaz idxal eləyir. İxracatçılar da elə həmçinin sarayda görünənlərdir. Həm hasilatçıları, həm ixracatçıları. Daha sonra gəldi deməli, daş kömür ehtiyatına. Faydalı qazıntı olaraq. Daş kömür ehtiyatları. Yenə ən çox ABŞ-da Appalaç hövzəsində daha çoxdur. Sonra burada Almaniyada Rur, sarı yataqlar var. Türkiyədə Erekli, Zonguldaq var. Ukraynada Kuzbas, Kuznets, Kuznetsi göstərə bilərik. Kanskaçinski göstərə bilərik. Sonra burada Polşada Sileziyanı göstərə bilərik. Rusiyada Ural dağları hövzəsində var. Daş kömür, daş kömür.
yataqları, Peçora çay yatağı boyunca var, göstərə bilərik. Qazaxıstanda Qaraqanda, Ekibastus daş kömür yataqlardır. Çində var, Fuşun yatağı var, daş kömür hövzəsi. Hindistanda var, daş kömür hövzəsi. Sonra Avstraliya, İndoneziya, Kolumbiyada daş kömür hövzəmiz var. Daş kömür, Kanadada var. Bunların hamısını dedik. Bunlar daş kömür hövzəsi olan ölkələrdir. Carda var. Ən çox hövzəsi olanlar hansılardır deməli burada baxsaq, görərik Çin daş kömür hövzəsinə görə birincidir dünyada. Sonra var İndoneziyada, Rusiyada, Avstraliyada, ABŞ-da, Carda ən böyük yataqlardır, Almaniyada. Bunlarda daha çoxdur. İdxal edilənlər yenə Qərbi Avropada bu daş kömür hövzəsi olmayan ölkələri idxal edə bilir, Yaponiya idxal edə bilir, inkişaf etmiş ölkələr idxal edirlər, Latın Amerikası ölkələri və daha sonra gəldik dəmir filizi yataqlarına. Dəmir filizi hasilatına görə dünyada Çin birinci yerdə durur. Mənəşəyərək, daha doğrusu qara rəng dəmir filizi hasilatıdır gördüyümüz kimi. Sonra Braziliyadır, ABŞ-da, Kanadada, Rusiyada, Ukraynada, Çilidə, Carda, Avstraliyada, Hindistanda bir hissəsində bu ərazilərdə dəmir filizi hasilatı var və onu ixrac edənlər də əsasən elə həmin ölkə inkişaf etməkdə olan ölkələrdir. İnkişaf etmiş ölkələrə ixrac edirlər. Onlardan polad ərdilməsində istifadə olunur ki, polad istehsalı dəmir filizi hasilatından daha çox olan ölkə Yaponiyadır və ABŞ-dır. ABŞ-la Yaponiyada polad ərdilməsi dəmir filizi hasilatından daha çoxdur. Daha sonra boksit ehtiyatlarına gəldik. Boksit hasilatı əsasən ən çox dünyada Avstraliyada, York yarımadasında daha çoxdur. Bundan başqa Çindir, Braziliyadır, Qvineyadır, Yamaykadır. Hindistan'da, Rusya, Qazaxıstan, Venezuela, Surinam, Gayana bu kimi ölkələrdə boksit hasilatı daha çoxdur və boksitdən də alüminium istehsalında geniş şəkildə istifadə olunur. Boksitin hasilat rayonlarına emal rayonları bir-birindən fərqlənir. Hasilat rayonları inkişaf etməkdə olan ölkələrdir, inkişaf etməkdə olan. Emal rayonları isə inkişaf etmiş ölkələrdir. Onlar Qərbi Avropa, ABŞ və Yaponiyaya göndərilirlər və orada emal olunub alüminium alınır. Səbəb emal rayonlarından, hasilat rayonlarının fərqli olmasının səbəbi boksitin emal olması çoxlu elektrik enerjisi lazım olması ilə əlaqədardır. Bundan başqa faydalı qazıntı ehtiyatlarımızdan misal üçün mis ehtiyatlarını deyə bilərik. Mis qurşağımız var 2 dənə Ant dağlarında Çili, Peru və Mərkəzi Afrikada Kongo Demokratik Respublikası və Zambiyanın arasındadır. Sonra qalay Wolfram qurşağımız var ki, Cənub-Şərqi Asiya zonası ölkələri bundan fərqlənir. Qızıl ehtiyatlarına görə Carda açıq üsulla qızıl çıxarılır. Tautona mədəni var. ABŞ-da, Rusiyada, Hindistanda, Avstraliyada superpit qızıl mədəni var. Qızıl ehtiyatları olan yerdir. Sonra almaz ehtiyatlarına görə Cardır, Saxa-Yakutiya vilayətidir Rusiyanın ərazisində. Almaz ehtiyatlarına görə fərqlənirlər. Daha sonra Glauber duzuna görə Türkmənistan dünyada fərqlənir. Küm ehtiyatlarını dedik. Daha sonra fosforit ehtiyatlarımız var. Apatit fosforit ehtiyatları. Fosforit ehtiyatlarına görə deməli burada apatitin işarəsidir. Fosforitin işarəsi burada. Fosforit ehtiyatlarına görə Şimali Afrikada Mərakeş fərqlənir. Okeaniyada Nauru fərqlənir. Ən çox fərqlənən yerlərdir. Bundan başqa faydalı qazıntıların şərti işarələrine baxsaq, neftdir, qaz da buna oxşuyur, içərisi təbii qaz, içərisi boşdur. Neft və təbii qaz ikisi bir yerdə olanda bir tərəfi boş, bir tərəfi dolu olur. Dəmir filizi ehtiyatı kiçik üçbucaqdır. Ə, Alüminium, boksit və yaxud da göstərə bilərik bu şərti işarəni. Civədir. Şərti işarələrin hamısına baxırıq. Xörək duzudur, çöhmə duzdur. Xörək duzunun içərisi boşdur, çöhmə duzunun içərisi bir tərəfi doludur. Daş duzda isə tamamilə dolu olur içəri hissəsi, üç bucağın. Manqan filizidir, dəmirdir, manqandır, xromdur. Burada deməli dəmir, manqan, xrom. Ehtiyatın şəklini tapsam, şərti işarəsi. Xrom filizi buradadır.
Manqan feyzi burdadır, dəmir feyzi də burdadır. Bu üç dənəsi qara metallurgiyanın əsasını təşkil eləyir. Yəni qara metallurgiya əsas xammallarıdır. Alüminium əlavə metallurgiyanın əsas xammalıdır. Qeyri-filzlərdir, xörək duzudur, kvars kumudur, mineral sulardır və digərləri. Buradan şərti işarələrə baxmaq vacibdir. Təbii ehtiyatların tükənən bərpa olunmayan hissəsi bu qədər.